İstənilən münasibətlərdə konflikt ola bilər və bu normal bir prosesdir. Vacib olan konfliktin olması yox, onu necə həll etmə üsullarıdır. Bu, ailədə də ola bilər, dost çevrəsində də ola bilər, iş mühitində də ola bilər. Bu prosesdə qeyd etdiyim kimi vacib olan sən konflikti necə həll edirsən, bunun üçün diqqət edəcəyimiz məqam bunun fərqində olmaqdır. Çünki elə konflikt var ki, o insanları birləşdirir və birləşdirmə səbəbi də ondan ibarətdir ki, insanlar konfliktə aydınlıq gətirirlər, problem nədən qaynaqlanır, onu həll edirlər və münasibətlər daha da doğmalaşır. Adi ailə mühitini götürək, görsən ki, bir problem yaranır və tərəflər problemə aydınlıq gətirirlər, problemi həll edirlər. Ondan sonra münasibətlər daha da doğmalaşır. Ona görə də fərqindəlik vacib olan məqamlardan biridir və ən vacibi konflikt situasiyada emosiyaları idarə etməkdir. Çünki konflikt özü emosiyaları aktivləşdirir və istənilən konfliktdə biz görürük ki, orada daha çox emosiyalar işə düşür və insanın dediyi sözlər, verdiyi reaksiyalar hamısı emosiyaların üzərindədir və belə hallarda biz sonradan deyirik ki, əsəbi idim, gərgin idim, nə dediyimi bilmədim və s. Argumentlər qoyurlar. Ona görə də emosiyaları konfliktlərdə idarə etməyi bacarmaq lazımdır və daha bir məqam mütəxəssislər qeyd edirlər ki, belə situasiyalarda mən dilindən istifadə eləmək lazımdır. Adətən görürük, konflikt olanda deyirlər, sən beləsən, sən eləsən, sən bu işi belə gördün, onu belə gördün. Bu konflikti daha da alovlandırır. Ona görə də belə situasiyalarda mən dilindən istifadə etmək. Mən nə isə düz başa düşmədim, doğru anlamadım. Yəqin mən səni düzgün başa düşmürəm. Yəni, mən dilindən istifadə etmək konflikti yumşaldır və konfliktin dərinləşməsinə imkan vermir. Ona görə də konflikt situasiyada çalışın daha çox mən dilindən istifadə edin. Avtomatik olaraq bu qarşı tərəfi də geri çəkilməyə məcbur edir. Üçüncü, daha vacib bir məqam kompromisə getməkdir. Çünki konflikt situasiyalarda tərəflərdən biri dominant olur. Zaten hər ikisi dominant olur. Ancaq konflikt situasiyalarda kompromisə getmək konfliktin qısa zamanda və aradan qalxmasına gətirib çıxarır. Kompromis vacib bir məqamdır və bu da tərəflər tərəfindən diqqətə alınmalıdır. Unutmayaq ki, sağlam münasibətin əsasını konfliktin olmaması təşkil etmir. Sağlam münasibətin əsasını konfliktin doğru şəkildə idarə olunması təşkil edir.